Evdə xurmanız varsa, bu resepti mütləq sınayın. Həm çox ləzzətli, həm də daha sağlam şirniyyatdır. Mənim kimi pəhriz saxlayanlar üçün də şirin istəyini daha düzgün şəkildə qarşılamaq üçün gözəl seçimdir. Gün ərzində 2 ədədini çay və ya kofe ilə rahatlıqla yeyə bilərsiniz. İndi gəlin bu dadlı xurma toplarını birlikdə hazırlayaq. Əvvəlcə xurmaların çəkirdəyini çıxarıram. Mən bu resept üçün 1 paket xurmadan istifadə etdim və təxminən 45 ədədə yaxın xurma topları alındı. Bunun üçün əlavə olaraq quru çərəzlər lazım olacaq. Mən badam, fıstıq, yer fındığı, balqabaq tumu və qozdan istifadə etdim. Amma siz evdə hansı çərəzlər varsa ondan istifadə edə bilərsiniz. Əvvəlcə çərəzləri blenderdən keçiririk, amma çox xırda un halına gəlməməsinə diqqət edirik. Xırda çərəz parçaları qalması xurma toplarına həm gözəl dad verəcək, həm də gözəl tekstura verəcək. Çərəzləri bir qaba töküb kənara qoyuruq. Ardınca çərdəklərini çıxartdığımız xurmaları blenderə əlavə edib yaxşıca çəkirik. Sonra çəkdiyimiz çərəzləri də xurmaların üzərinə əlavə edirik. Blenderdən çox qısa müddətdə qarışdırırıq ki, çərəzlər tam əzilməsin. Ardınca hamısını yaxşıca bir-birinə qarışdırıb forma veririk. Hazırladığımız qarışımdan kiçik parçalar götürüb əlimizlə yumru forma veririk. Mən xurma toplarını kakao və kokosda buladım. Siz isə istədiyinizə uyğun olaraq xırdalanmış qoz, zirinclə, küncütlə və ya başqa çərəzlərlə də bəzəyə bilərsiniz. Amma inanın, kakaoya buladığım xurma toplarının dadı tam başqa olur. Elə bil şokolad yeyirsiniz. Şokolad istəyini də çox gözəl qarşılayır. O dərəcədə ləzzətli olur. Cəmi 20 dəqiqəyə hazır oldu. Hətta çayım soyuyana qədər hazırlayıb bitirdim. İnanın, həm çox asan, həm çox dadlı, həm daha sağlam, həm də pəhrizə uyğun bir şirniyyat alternatividir. Yeyəndən sonra da insanın içində eyvah kökəldim deyə vicdan əzabı qalmır. Amma bir şey də unutmayaq, sağlam və pəhrizə uyğun şirniyyat olsa belə gün ərzində 2 ədəddən çox yeməməyə çalışaq. Çünki xurma özü təbii şəkərlə zəngindir. Əgər videonu bəyəndinizsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dadlı videolarda görüşənədək hələlik.